Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xaçmazın Xaspolad kəndində dəhşətli ölüm hadisəsi baş verib. Kənd sakini Molla kimi tanınan 48 yaşlı Asəf Məmmədovun həyat yoldaşı 45 yaşlı Yaqut Məmmədovanın boğaraq həyatına son qoyduğu bildirilir. Kənd sakinləri Asəf Məmmədovun həyat yoldaşına qısqandığını söyləyiblər. Kəndin örnək adamı idi, halalı haramı öyrədən insan idi. Hamı şokdadır, sakinlər bildiriblər. Məlumata görə Asəf Məmmədov hadisəni törətdikdən sonra polis idarəsinə gələrək təslim olub. Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.